Hamıya salam. Gəlin bugün çoxlarının çəkindiyi, amma əslində hamımızın bilməli olduğu bir mövzunu aydınlaşdıraq. İnvestisiya. Bu söz sizə bəlkə də mürəkkəb və ya qorxulu gəlir, amma heç narahat olmayın. Bu izahın sonunda görəcəksiniz ki, hər şey əslində çox sadədir və pulunuzu sizin üçün necə işlədə biləcəyinizi tam anlayacaqsınız. Hazırsınızsa başlayaq. Gəlin bir anlıq dürüst olaq. Bəlkə də pulunuz fiziki olaraq döşək altında deyil, amma bəlkə də heç bir gəlir gətirmədən bank hesabınızda eləcə dayanıb. Bax, bu sual maliyyə gələcəyinizə atacağınız ilk addımın təməlidir. Bəli, tamamilə düz eşitdiniz. Hərəkətsiz qalan pul əslində yavaş-yavaş əriyir və bu iqtisadiyyatın amansız, amma qaçılmaz bir qanunudur. Gəlin görək bunun əsl səbəbi nədir? Deməli, ilk bölməmizdə yığımlarımızın gizli düşmənindən danışacağıq. Bu düşmənin adı əslində hamımıza tanışdır, amma təsirini bəzən tam dərk etmirik. Söhbət inflyasiyadan gedir. İnflyasiya sadə dildə desək, zaman keçdikcə hər şeyin bahalaşması deməkdir. Təsəvvür eləyin, bugün 100 manata bazarlıq edib səbətinizi doldurursunuz. Bir ildən sonra eyni səbəti eyni 100 manata doldura biləcəksinizmi? Çətin ki. Bax, pulunuz yerində saysa belə, əslində gücü azalır. İnvestisiya isə pulunuzun bu sürət yarışında geri qalmaması üçün ən yaxşı yoldur. Yaxşı, bəs inflyasiya probleminin həlli nədir? İndi keçirik məsələnin ən güclü həll yoluna. İnvestisiya təkcə pulunuzu qorumaq yox, həm də onu artırmaq üçün ən təsirli vasitədir. Yəni çox sadə dillə desək, pulunuzu dərhal xərcləmək əvəzinə onu gələcəkdə daha böyük bir qazanc gətirməsi üçün işə salmaqdır. Bu sadəcə passiv şəkildə gözləməkdən aktiv olmağa keçiddir. Bax, bu cümlə əslində hər şeyin açarıdır. Hər bir yeni başlayan investorun mənimsəməli olduğu əsas prinsip məhz budur. Məqsəd maaşdan maaşa yaşamaq deyil. Məqsəd elə bir sistem qurmaqdır ki, siz yatanda belə pulunuz sizin üçün çalışmağa davam etsin. Bu cədvəl fərqi çox aydın göstərir, elə deyilmi? Yığım pulu sadəcə təhlükəsiz yerdə saxlamaqdır, amma inflyasiyaya qarşı müdafiəsizdir. İnvestisiya isə, bəli, müəyyən risklər daşıyır, amma pulunuzu böyütmək üçün real bir potensial təklif edir. Belə deyək, biri dayanmaqdırsa, digəri irəliləməkdir. Yaxşı, bəs pulu hara işə salmaq olar? Gəlin belə düşünək. İnvestisiya dünyası bir alət qutusu kimidir və hər kəs öz məqsədinə uyğun alətləri seçə bilər. Gəlin ən populyar alətlərlə bir tanış olaq. Budur ən populyar alətlər. Səhmlər bir şirkətin kiçik bir parçasına sahib olmaq deməkdir. Şirkət böyüdükcə sizin də pulunuz böyüyür. Daşınmaz əmlak daha maddi bir yatırımdır, yəni ona toxuna bilərsiniz və bu çoxları üçün psixoloji bir rahatlıq yaradır. Qızıl kimi qiymətli metallar isə çox vaxt iqtisadi qeyri-sabitlik dövrlərində pullarımızı qorumaq üçün bir sığınacaq rolunu oynayır. İstiqrazlar və depozitlər isə daha az riskli, amma təbii ki, daha aşağı gəlirli təhlükəsiz limanlardır. Gördüyünüz kimi hər büdcəyə və hər risk istəyinə uyğun bir variant mütləq var. İnvestisiya güclü bir vasitədir, amma bu oyunu qaydalarına görə oynamaq lazımdır. Yəni, duyğularla yox, aydın bir stratejiya və bir neçə təməl prinsiplə hərəkət etmək çox vacibdir. Bu qaydalar sizin kompasınız olmalıdır. Xüsusilə də diversifikasiya, yəni o məşhur bütün yumurtaları bir səbətə qoyma məsələsi çox önəmlidir. Bütün pulunuzu tək bir səhmə yatırmaq çox risklidir. Pulu bölüşdürmək isə bir sahədə itki olsa belə digərinin onu tarazlamasına imkan verir. Unutmayın, strategiya həmişə duyğulardan üstün olmalıdır. Və indi gəldik çatdıq bu izahın zirvə nöqtəsinə. İnvestisiyadakı ən güclü qüvvəyə. Bəzilərinin hətta dünyanın 8-ci möcüzəsi adlandırdığı anlayışa, mürəkkəb faizə. Gəlin birlikdə kiçik bir hesablama aparaq, görək bu necə işləyir. Təsəvvür edin ki, hər ay çox da böyük olmayan, sabit bir məbləği investisiyaya yönəldirsiniz. Başlanğıc üçün deyək ki, ayda cəmi 200 manat. Bu, bir çox insanın kənara qoya biləcəyi bir məbləğdir, elə deyilmi? Və bu prosesi səbirlə tam 20 il boyunca davam etdirirsiniz. Unutmayın, investisiyanın açarı uzun müddətli düşünməkdir. Tutaq ki, investisiyalarının sizə orta hesabla ildə 10% gəlir gətirir. Bu, tarixi orta göstəricilərə görə tamamilə real bir rəqəmdir. Yaxşı, bəs nəticə nə olar? Bəli, təxminən 150 min manat. Ayda cəmi 200 manatla başlayan yolun sonu budur. İnanılmazdır, elə deyilmi? Bəs bu sehir necə baş verir? Bax, bu qrafik o möcüzəni gözümüzün önündə canlandırır. Diqqətlə baxın, 20 il ərzində sizin cibinizdən çıxan pul cəmi 48 min manatdır. Amma qazancınız, yəni qazancın üzərinə gələn qazanc 102 min manat təşkil edib. Bu, sizin qoyduğunuz puldan 2 dəfədən də çoxdur. Bax, mürəkkəb faizin gücü budur. Sizin pulunuz sadəcə işləmir, həm də özü üçün yeni işçilər yaradır.
Sonda bütün bunların arxasında duran əsas məqsəd maliyyə azadlığına çatmaqdır. Gələcəkdə puldan asılı olmadan öz seçimlərinizi sərbəst şəkildə etmək, investisiyada bu azadlığı aparan ən etibarlı yoldur. Və bu izahı bir sualla bitirmək istəyirəm. Bugün öyrəndiklərinizdən sonra öz gələcəyinizə ilk addımı nə vaxt atacaqsınız? Pulunuzun sizin üçün işləməyə başlaması yalnız və yalnız sizin verəcəyiniz bir qərardan asılıdır. Düşünməyə dəyər.